Salam dayı, necəsən? O, bacı oğlu, xoş gəlmisən. Nə mağı bu vaxt gəlmisən? Dayı, evdə biraz problemlərim var idi. Anam yataq xəstəsidir, ona görə gələ bilmədim. Məcbur sənin ayaqoya gəlmişəm dayı, səndən xahiş edirəm. Mənə 100 manat pul lazımdır. Anamın dərmanlarını alım aparım. Allah şəfasını versin. Mən bunu həm insanlıq borcunu yerinə yetirib verirəm, həm də ki, Allaha xatir eləyirəm. Təki analar ölməsin. Get bir dənə aptek tap, təzili apar ananın dərmanlarını ver, o tez sağalsın. Yaxşı da, söz verirəm, burada sənin yanında işləyib bu pulu sənə qaytaracağım. Narahat olma. Sağ salamat sabah səni burada işdə gözləyirəm. Çox sağ ol dayı. İnşallah hər şey yaxşı olacaq. İlahi, nə çarəsiz bəndələrim var, ilahi. Özün analarımızı qoru. Özün yanlış insanlardan o ruzu bərəkət al, ver yaxşı insanlara. Çox acımasız dövrdür, ilahi.